Baxırıq 25-ci suala. Deməli, tərəfləri 7, 24 və 25 olan 7, 24, 25. Bu üçbucağın deyir, böyük tərəfini çəkilmiş medianı tapın. Böyük tərəfə çəkilmiş median. Bura bir MC deyək. Buradan düstura əsasən 2-də 1 vurulsun, kök altda 2 vurulsun. Bu tərəfə çəkiləndən əlavə, yəni 25-dən əlavə hansı tərəfə çəkilib? 25-ə tərəf. Bundan əlavə nə olmalı? 7-nin kvadratı plus 24-ün kvadratı çıxılsın. Hansı tərəfə çəkmişiksə onun kvadratını çıxmalıyıq. Kökü çəkirik, bərabərdir. Olacaq nə? 2-də 1 vurulsun, kök altda 2 vurulsun. Bu bizə verir neçə? Deməli 625. Əslində bu düzbucaqlı üçbucağıymış. 625 çıxılsın. Bu bizə neçə verəcək? 625. Burada neçə qalır elə? 2-də 1 vurulsun, kök altda 625. Burada neçə edəcək? 2-də 1 vurulsun, 25. Buradan da çıxır 25-in yarısı. Yəni 12,5. Cavab olur burada B variantı. Belə başa düşür ki, bunlar Pifaqor ədədlərdir. Yəni bizim üçbucağımız belə deyək, düzbucaqlı üçbucaqdır və daha sadə dillə həll etsək 7, 24, hipotenüz olur 25. Bizdən baxın, hipotenüzdə çəkilən medianı soruşur. Buradan MC desək buna, MC nəyə bərabər olmalıdır? Hipotenüzün yarısı. 12,5.